Hər kəsə salam. Bugün sizlərlə hazırladığım blinçik tortunun reseptini bölüşürəm. Öncəliklə işə blinçik xəmirini hazırlamaqla başlayırıq. Qabımıza 4 stəkan süd, qeyd edim ki, stəkanımın ölçüsü 200 ml-dir. 2 stəkan su, yarım stəkan duru yağ, yarım stəkan şəkər tozu. Şəkər tozunu zövqünüzə uyğun artırıb azalda bilərsiniz. 2 ədəd yumurta, yarım çay qaşığı duz və 3 stəkan un əlavə edib öncə çırpıcı ilə, daha sonra blenderla qarışdırıram ki, heç bir topaqlanma qalmasın. Videoda gördüyünüz duruluqda olmağı kifayətdir. Blinçikləri nə çox qalın, nə çox nazik olmamaqla hər iki tərəfini bişiririk. Gördüyünüz kimi xəmirimiz çox elastikdir, heç bir cırılma, qopma olmadı. Verdiyim bu reseptlə tam 25 ədəd blinçik xəmiri əldə etdim. Tortun içi üçün istədiyiniz meyvələrdən istifadə edə bilərsiniz. Videoda gördüyünüz kimi alt qatı yerləşdirib, çəmbəri əlavə edib, çəmbərin kənarlarına da xəmir yerləşdirib tortu yığmağa başlaya bilərik. Mənim buzluqda hazır kremim olduğu üçün hal-hazırda sizə kremin reseptini göstərə bilmirəm. Şifahi olaraq qeyd edim ki, mascarpone pendir və qaymaqdan hazırladığım kremdən istifadə etdim. Çox yüngül və dadlı bir krem olur. Videoda göstərildiyi kimi blinçik xəmirinin içinə öncə kremi, daha sonra meyvələri əlavə edib rulon şəklində büküb çəmbərimizə yerləşdiririk. Hər qata 4 ədəd rulon gedir. Mən 2 qat etdim. Birinci qatı tamamladıqdan sonra üzərini kremləyib blinçik xəmiri əlavə edib yenidən bu işi təkrarladım. İstəsəz tortun hündürlüyünü bir qatda saxlaya bilərsiniz və yaxud da 3-cü qatı da əlavə edə bilərsiniz. Lakin mənim fikrimcə bir qat çox nazik olur, 3-cü qatda isə bu tortu kəsmək, yemək çox narahat olacaqdır. 2 qat bu tort üçün idealdır. Tortun üzərini zövqünüzə uyğun meyvələrlə bəzəyə bilərsiniz. Mən bir gecə soyuducuda gözlətdikdən sonra doğrayıb servis etdim. Hazırlayacaq hər kəsə indidən nuş olsun. Məni izlədiyiniz üçün təşəkkür edirəm.